Bismillahirrahmanirrahim. Rahman ve Rahim Allah'ın ismiyle. Memnun oldum ya Rabbi. Gerçekten memnun oldum. Neden? Çünkü Rahman ve Rahim oluşundan ötürü memnun oldum. Məni əff edəcəyinə dair ümidi mənə verdiyin üçün memnun oldum. Bu senin rəhmətinin bol olmasına dair bize verdiğin bir ipucudur. Allah Azze ve Celle əzab edən, qəzəb edən, hökmü qəti və sərt olan deyə tanıttıra bilərdi özünü. Ama en çox Rahman ve Rahim olan deyə tanıttı. Ta başından açıq bir qapı qoydu bizə. Yəni əgər sən yaxşı olarsansa, məndən sənə hər bir halda yaxşılıq gəlir. Mən sənin üçün gözəl şeylər yaratdım və sənin üçün sonsuz bir gələcək hazırladım deyə bizə bildirdi. Buna görə də nə qədər günaha girsən də, nə qədər yanlışlara düşsən də, Allahı daima Rahman ve Rahim olarak hatırla ve ondan heç vaxt ümidini kəsmə. Ve bil ki, Rabbin her zaman senin tövbe ederek ona dönüşünü gözləyir. Dön Rabbine tərəf.